su qəbulu ilə bağlı da istəyərdim sual verim. Ümumiyyətlə, su qəbulunun xroniki böyrək çatışmazlığa bir təsiri varmı? Az qəbul etməyin, yaxud çox qəbul etməyin, yaxud qidalanmağın necə təsiri var? Bəli. Hansı qidalardan uzaq durmalıdır bu xəstələr? Ümumiyyətlə, böyrək yetməzliyində əlbəttə ki, maye qəbulunu biraz ehtiyatlı edəcəyik. Çünki biz burada dediyim kimi, böyrəklərdəki bu disbalans fonunda bizim təzyiqimiz çox dəyişkən olur. Xəstələrdə yəni təzyiqlər çox oynaq olur yəni və məcbur olur xəstə 2-3 dərman istifadə etmək zorunda qalır və əgər xəstə bu dərmanları da su ilə içirsə, yəni bunlar hamısı vücuda yığılır və vücuda əgər deyək bir albumin disbalansı varsa, bir zülalın orada disbalansı varsa, bu zaman bu içdiyimiz maye bizim oynaqlarımıza, ətrafına yığılmağa başlayır, qarın boşluğumuza yığıla bilər, perikard ətrafına yığıla bilər, plevraya yığıla bilər, yəni biz baxacağıq xəstəmizin albumini necədir, zülalı qanında necədir, total proteini, albumini, bunlar nə səviyyədədir. Əgər bunlar aşağıdırsa, əvvəlcə bunları normallaşdıracağıq. Çünki xəstə müəyyən bir maye içməlidir. Çünki istər dərmanlarla, istər qidalarla qəbul eləməlidir. Bu maye bizə patoloji əmələ gətirməsin deyə birinci balansı bərpa eləyəcəyik. Daha sonra deyək ki, xəstədə hiperkalemiya var. Məsələn, hiperkalemiya varsa biz vücudda nə verəcəyik ki, bu azalsın? Yəni bunu düşünəcəyik. Çünki metabolik asidoz var deməkdir. Metabolik asidoz nə deməkdir? Vücudun turş mühitdə və hipoksik mühitdə qalması deməkdir. Yəni bu zaman bizim əslində mayəyə ehtiyacımız var. Yəni biz bu asidozu aradan götürəcəyik, bədəni qələvləşdirəcəyik ki, bizim vücudumuz sanki susundan yanmasın. Düşünün, yəni şəkər xəstələri niyə susundan yanırlar? Yəni çox susuzluyurlar. Çünki onların vücudu metabolik asidozdur, yəni turş mühitdir və davamlı su qəbul etməyə çalışırlar ki, onu neytrallaşdırsınlar. Əgər biz xəstə desək ki, yox, sən su qəbul etmə, qəti qadağandır, xəstənin vücudunun ehtiyacı var buna. Siz bunu yaradan səbəbi biləcəksiniz. Doktor bunu yaradan səbəbi biləcək. Bunu əvvəlcə normallaşdıracaq ki, vücud yəni bunu yəni istəmə ehtiyacı olmasın artıq. Daha sonra deyə bilərsiniz ki, bəli, siz suyu qısıtlaya bilərsiniz ki, bəli, bu qədər maye olar, bu qədər maye olmaz. Yoxsa xəstəyə sadəcə maye içməyəcəksən, mayeni azaldacaqsan, bəli, ehtiyatlı olmaq lazımdır, amma vücudun balansını tutaraqdan bunu edəcəyik. Daha sonra, məsələn, deyək ki, xəstələrdə hiperfosfatemi olur, yəni fosforun miqdarı artır, çünki fosforun atılması pozulur vücuddan və bunu əgər biz azaltmasaq, bu da yenidən bizə ikincili bir dönüş şəklində sümüklərimizdə qırılmalara gətirib çıxardacaq, sınıqlara gətirib çıxardacaq vücudumuzda. Yəni bunlar balanslaşdırılmış şəkildə olduqda vücud daha yaxşı irəliləyir.